Salam, xoş gördük sizi Kəmalə xanım. Hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Necəsiz? Sağ olun, yaxşı olun. Həmişə yaxşı olasınız Kəmalə xanım. Hər dəfə fikirləşirəm ki, bu dəfə Kəmalə xanımla hansı mövzuda danışaq? Çünki bilirəm ki, mövzu açılanda, mövzunun başlaması ilə bitməsi heç bilmirsən. Bəli. Zaman nə vaxt gedir? Çünki o qədər maraqlıdır ki, fikirləriniz, tamaşaçılar da bunu həmişə deyir. Bu gün mən istəyirəm ki, hər kəsi narahat edən bir mövzu haqqında danışaq. Qismət, talih haqqında danışaq. Bəzən insanlar deyir ki, sanki mənim qismətim bağlıdır. Bunu hər mövzuya yönləndirmək olar. Bəzən gənc qızlar bunu özü üçün deyə bilər ki, qismətim mənim niyə gecikir? Niyə mənim həmyaşıdlarım artıq ailə qurdu? Mənim qismətim niyə gecikir? Bəlkə mənim o qapılarım niyə bağlıdır? Yəni bunların arxasında nə dayanır? Bu qismət taledir. Biz bununla barışmalıyıq, yoxsa bunu dəyişə bilərik, yoxsa bunu necəsə tezləşdirə bilərik? Nə etmək olar buna qarşı? Mən hər zaman deyirəm ki, ruh bu dünyaya dərs almaq üçün gəlir. Yenə də bu podkastımızı bu cümlə ilə başlayacağam. Çünki bütün sualların cavabı bunun altındadır. Bəzən çox nadir hallarda ola bilər ki, ruh bu dünyaya ailə qurmaq üçün gəlməsin. Xidmət üçün gəlsin. Məsəl üçün valideynlərə baxmaq üçün və yaxud da hər hansı bir işdə, karyerada ucalmaq üçün və yaxud da səyahət eləmək üçün. Hal-hazırda gənc qızlarımızın çoxusunu dindirsək, artıq mən 22-23 yaşımda ərə getməliyəm kimi bir düşüncəsi, bir stereotip çəkilib bir kənara. Və mən düşünürəm ki, bu çox yaxşı bir şeydir. Çünki əvvəl əgər bizə baskı olunurdusa ki, sən artıq 22-23 yaşındasan və sən ailə qurmalısan, sənin yaşıdların ərə gedib, sən qaldın, cəmiyyət nə deyər? Bəli. Sən artıq evdə qalmısan, necə olacaq, sənin nə vaxt uşaqların olacaq falan. O zaman daha əzik, daha öz sözümüzü deyə bilməyən bir nəsil idik. Amma indiki xanımlar deyir ki, mən səyahət eləmək istəyirəm, mən karyer qurmaq istəyirəm. Mənim bu sözümü ailə dəyərlərini ucuzlaşdırmaq kimi anlamasınlar. Xahiş eləyirəm. Çünki bunun onunla heç bir aidiyyəti yoxdur, əlaqəsi yoxdur. Burada kodlar da yata bilər. Baxın, belə tip insan da var. Mən sizə bir söz deyim. Əgər bir insan ailə qurmamağı özünə dərd eləyirsə və mən niyə görə ailə qurmadım, hələ də mən ailə qurmadım, hələ də qarşıma normal bir insan çıxmadı deyirsə, bu insan özünü bağlayır və sabah bir gün o ailə də qursa, orada xoşbəxtlik anlayışı tam olmayacaq. Çünki o ailə qurmaq üçün ailə qurdu, belə deyək. Və buna artıq ətrafdan gələn kodlar da təsir eləyir. Ana-atanın baskısı, nənə-babanın baskısı və s. Yəni qismətin bağlı olma deyə bir anlayışı yoxdur. Ola bilsin ki, baxın, burada gəlir şuuraltı qorxulara. Şuuraltı qorxularda cinsi münasibətə qorxu ola bilər. Kişiyə qorxu ola bilər. Çünki nə vaxtsa kimsə sənin gözünün qabağında kimisə zorlayıb bu ola bilər. Və yaxud da kimsə kiminsə intim münasibətini təsadüfi bir şəkildə, iyrəncli bir şəkildə görə bilərsən. Bu sənin üçün həmin anda iyrənc kimi gələ bilər. Yəni hardansa eşidə bilərsən. Hardansa eşidə bilərsən, hardansa səs falan eşidə bilərsən, lazımsız sözlər eşidə bilərsən. Bu səndə iyrənclik gətirib çıxarda bilər ki, burdan da gəlirik, çıxırıq vaginizmə. Yəni vaginizm hal-hazırda çox aktual dərəcədə yayılıb xanımlar arasında. Çünki bəzi xanımları hal-hazırda Azərbaycanda da bu var. Belə böyüdürlər ki, sən qız uşağısan, sənin heç bir hissiyatın olmamalıdır. Sənin heç bir hissin, kişiyə qarşı heç bir, belə deyim də, emosiyan falan olmamalıdır. Və o zaman da qadın özünü kişiyə qarşı bağlayır və onun qarşısına çıxan insanları belə artıq proqram göstərmir ona. Çünki bağlıdır. Xanım orada nə edir? Şuuraltı orada nə edir? Özünü qoruyur. Ki, mənimlə də bu cür rəftar eləyirlər, məni də bu cür sıxarlar, məni də bu cür əzəllər və yaxud da qadın kimi. Və yaxud da bir qadının obrazında ola bilər ki, ana şiddət görüb, ata tərəfdən sayılmayıb, xəyanətə uğrayıb və s. Və qadın, həmin xanım öz uşaqlığında özünə söz verə bilər ki, mən bir də ailə qurmayacağam, çünki mən həyatımı anam kimi yaşamaq istəmirəm. Bu bir yemin də ola bilər. Biz buna yeminlər deyirik. Bəli, and içib, and verib və onun qarşısına da sistem o anda görə qarşısına normal bir insan çıxartmır. Çıxartdıqlarında da ya atasının, ya qardaşının etdiyi şiddətlərin 1%-ni belə görür və o zaman da artıq bağlanır. Deyir, mən istəmirəm. Kainata da nə göndərir? Sistem sorğu göndərir ki, mən istəmirəm. Mən ailə qurmaq istəmirəm. Sistem də nə edir? Sistem sənin doğru və yaxud da yanlış olduğunu analiz eləmir. Sistem demir ki, məsələn, bu Kəmaləyə yaxşıdır və yaxud da bu Kəmaləyə pisdir. Sən Kəmalə olaraq sistemə nə göndərirsənsə, onun da cavabını alırsan.
Bir növ sanki aynaya baxırıq da, elə bir güzgüyə baxırıq. Güzgüyə baxırıq, bəli. Güzgüdə əgər özümüzə baxırıq, biz orada düppədüz baxıb dayansaq, o bizə elə də göstərəcək. Bəli. Güzgüyə baxsaq, gülümsəsək. Bəli. O da bizə gülümsəyir. Sanki nəyi verirsənsə, nəyi versən onu da nə alırsan. əkərsən onu da biçərsən. Bəli, bəli. Məsələ gəlir. Və qadınlarda şuuraltı qorxular da var və yaxud da təsdiq də axtarırlar. Və eyni düşüncədə olan insanların ətrafını görsəz, hər kəs eyni sözlər deyəcək. Məsəl üçün bir qız uşağının əgər atası anasına şiddət göstəribsə və o onun düşüncəsində bütün kişilər döyən, söyən, təhqir edəndirsə, onun ətrafında mütləq ki, onun fikirlərini dəstəkləyən ən azı bir 2-3 nəfər, 5 nəfər, 10 nəfər olacaq. Və o hər zaman bu təsdiqlə özünü belə deyim də bir növ ailə qurmamasına, qismətin gecikməsinə bəraət qazandıracaq. Və daha rahat. Bilərəkdən belə edir. Yoxsa şuuraltı eləyir bu. Şuuraltı eyni tezlikdə, eyni titreşimdə olan insanları birləşdirir. Məsəl üçün, əgər mən düşünürəmsə ki, pul pisdir, ailə qurmaq pisdir. Yəni kişilər hamısı xəyanətkardır, döyəndir, söyəndir. Mütləq ki, mənim ətrafımda rəfiqələrim, dost tanışlarım, danışan insanlar, mağazada bir-birinə söz deyən insanlar da bu mövzuda mənim bu düşüncəmə sanki təsdiq verəcəklər. Filankəsi xəyanət elədin, gördün. Filankəsi aldatdı, gördün. Sən artıq şuuraltı bir növ rahatlıq da tapmaq istəyir axı. Çünki ruh başa düşür ki, nəyisə sən səhv eləyirsən. Burada gəlir vicdan səsi oyanır, narahatlıq səsi oyanır. Baxın, insanların çoxu nəyə görə daima özünü narahat hiss eləyirlər və yaxud da sıxıntı kimi hiss eləyir. Elə bil öz yerində deyilmirsən kimi. Çünki əslində öz yerində deyil. Çünki ruh bu dünyaya xoşbəxt olmaq üçün gəlir, amma ətrafdan, valideynlərindən birinci bizi kodlayan valideynlərimizdir. Valideynlərimizdən o kodlar bizə ötürüldüyünə görə, yəni biz özümüzə rahatlıq tapa bilmirik və təsdiq axtarırıq. Təsdiq axtarırıq ki, öz düzgün olmayan həyatımıza bir bəraət qazandıraq. Sanki eşitmək istədiyini eşidir, Bəli. görmək istədiyini görür. Təzə bir fikrə düşmür ki, bəlkə bu belə deyil, mən düşündüyüm kimi deyil. Bəlkə bunun başqa bir həlli var. Bəli, çünki təzə bir fikrə düşmək həyatını komple dəyişmək deməkdir. Və bir çox insanlar bunu istəmirlər, həvəsləri olmur və yaxud da inamları olmur. Çox təəssüf. Bu böyük zəhmət tələb edir, özündən başlamaq. Əlbəttə ki, çünki böyük iradə istəyir. Ən azı bütün məsuliyyəti öz üzərinə almaq, yəni bu artıq bütün öz dilimizdə desək günahın mənim boynumda olmağı deməkdir. Yəni hər şeyin səbəbkarı mənəm və bunu da ego çox zaman icazə vermir, qoymur. Bu egonun xoşuna gəlir. Əlbəttə ki, xoşuna gəlmir. Ego deyir ki, filan kəs günahkardır. Onda biz ayırd eləməliyik ki, egonun istəyi ilə ruhun istəklərini biz ayırd eləməyi bacarmalıyıq da. Bax, çətin elə ondadır, bəli. Bunu sadə bir insan necə buna nail ola bilər? Əgər bir istəyiniz sizin içinizdən gəlirsə, yəni bunu hər kəs hiss eləyir. İçdən gələn bir şeydirsə, həqiqətən deyirsən ki, bax budur. Baxın, mənim anamın ailə həyatı bəlkə də biraz tam xoşbəxt deyə bilmərik. Yəni nəyisə görə mənim atam çox gözəl bir insandır, anam çox gözəl bir insandır, amma ailə həyatı tam istədiyimiz kimi alınmır da. Yəni tam belə xoşbəxt bir qadın deyə bilmərəm mən ona. Və mən vaxtilə anamı hər zaman görəndə mən ürəyimdə deyirdim ki, mən daha xoşbəxt olacağam. Və bunu heç bir neqativ hiss olmadan, atamı günahlandırmadan, anamı günahlandırmadan, ay siz niyə beləsiz? Ay siz bəlkə belə olmasaydınız mən daha fərqli yaşayardım düşüncəsi ilə deyil də, sadəcə mən bu cür olmaq istəmirəm deyirdim. Hər zaman bu sözü deyirdim. Onları dəyişməyə çalışmadan. Onları dəyişməyə çalışmadan, yəni onlara məsuliyyət atmadan və yaxud da hər kəsin həyatında uğursuz nələrsə olur da, münasibətdə olsun, həyat olsun, iş karyerasında olsun və hər hansı bir uğursuzluğumu yaşayanda belə, yəni onları günahlandırmırdım. Demirdim ki, siz günahkarsınız. Sadəcə dedim ki, mənim həyatım başqa cür olacaq. Və anam hər zaman deyirdi ki, yox, yəni sən belə olmalısan, elə olmalısan, elə mənim həyatım necədirsə, səndə də, yəni istəmədən bunu pis mənada demirdi ki, yəni həyat budur, kişilər belədir.
Mən hər zaman deyirdim ki, yox, elə də deyil və elə də olmadı əslində. Yəni mənim həyatım anamın həyatından tamamilə fərqlidir. Baxmayaraq ki, deyirlər ki, yəni qız öz anasının taleyini yaşayır. Bəli, bu stereotip də çox doğrudur bu arada. Bu inancdır, yoxsa bu həqiqətən belədir? Bu həqiqətən elədir. Bəli. Həm inancdır, həm həqiqətən belədir. Nəyə görə belədir? Çünki öz həyatımıza baxsaq, anamızın həyatını, yəni ümumiləşdirib danışıram, nənəmizin həyatını, ulu nənəmizin həyatını yaşadığından fraqmentləri görə bilərik. Çünki nənəmiz anamızı bu cür böyüdü, bu şuuraltı inanclarla böyüdü. Ana da özündə o şuuraltı inancları dəyişmədiyinə görə onu bizə ötürüb və anam onu mənə ötürdüyü üçün mən də eyni şuuraltı inanclarla yaşayıram. Mən də öz övladımı eyni qorxularla, eyni sıxıntılarla, eyni yanlışlıqlarla, eyni doğrularla böyüdürəm və sabah mənim də övladım ailə həyatı quranda eyni şuuraltı inanclarla onu böyüdəcək. Ta ki o dəyişməyənə qədər. Amma mən şuuraltı inanclarımı dəyişdiyim andan etibarən mənim həyatım artıq nə nənəmin, nə anamın həyatına bənzəməyəcək. Və mənim övladımın həyatı əgər mən dəyişməsəm, məsələn bu cür idisə, yəni neqativə gedirdisə, mən şuuraltımı dəyişəndən sonra mən öz uşağımın qismətini avtomatik olaraq dəyişirəm 12 yaşa qədər. Bunu heç kəs unutmasın. Bəzən bizə müraciət eləyir, məsələn 60-70 yaşında xanımlar deyir ki, övladımın 35-40 yaşı var. Mən dəyişsəm övladımın həyatı dəyişərmi? Yox. Gecdir. Yox, əlbəttə ki, gecdir. Siz öz övladınız artıq ayrı müraciət eləməlidir bizə. Övladınız artıq məsələn bizdə kodlamalar var ki, həmin o sistemi dəyişir və çox münasib qiymətədir. Hər kəsin əl çatacaq bir qiymətdir və kodlama sistemi elədir ki, atadan, anadan, nənədən, babadan gələn bütün o mənfi, neqativ şuuraltı kodları dəyişdirir, dönüşdürür və artıq yeni bir kodlama sistemi yaranır sizdə və yeni bir həyat yaranır sizdə. Və siz artıq tamamilə fərqli bir düşüncə ilə o həyatı yaşayırsınız və öz övladlarınıza da artıq yeni bir düşüncəni ötürürsüz. Yəni ananın düşüncə tərzi dəyişəndə bu övlada da birbaşa olaraq təsir eləyir. 12 yaşa qədər. Əgər övladın 12 yaşına qədər varınızdırsa, yəni övladın hələ 12, 13 yaşı, 14 yaşı yoxdur. Ana öz taleyini dəyişərək, onun da taleyini dəyişir. Amma daha sonra uşaq da müraciət eləməlidir. Yəni bir müddətdən sonra, 15-16 yaşdan sonra uşaq da müraciət. Mütləq eləmək lazımdır Kəmal xanım. Mütləq. Əks halda deyirlər sonra ki, mən də anamın təkrar tale elə bil ki, eyni taleyini, eyni qisməti yaşaya insanlar beləcə davam eləyir və xoşbəxtlik nədir? Bu xoşbəxtlik nə vaxt gələcək? Ömür bitdi, bu nə vaxt olacaq? Biz bəzən adicə yaşamağı belə unuduruq, həyatdan zövq almağı unuduruq və belə ömür keçir. Baxın, bir ana xoşbəxt deyilsə, məsəl üçün hər kəs öz övladının xoşbəxt olmağını istəyir və bir çox xoşbəxt olmayan qadınlardan eşitdiyim bir söz var ki, mən xoşbəxt deyiləm, amma övladıma hər gün deyirəm ki, bax sən mənim elədiyim səhvləri eləmə ha. Sən başqa cür ol. Sən daha güclü ol, amma özü gücsüzdür. Sən daha ağıllı ol və özü gələndə, yeri gələndə özü daha ağıllı olmayan bir hərəkətlər eləyir də. Yəni həyatda səhvlər eləyir, bəli, yanlışlar eləyir. Sizin uşağınıza nə dediyinizin heç bir önəmi yox. Uşaq sizin nə görürsə, onu da qəbul eləyir və təkrar eləyəcək. Əgər uşaq görür ki, ana acizdir, ana xoşbəxt deyil, bizim analarımız özünə vaxt ayırdığını görmüsünüz. Yəni ana getsin öz hobbisi ilə məşğul olsun. Ana getsin özü üçün alış-verişə. Mən anama deyəndə ki, mama gedib falan yerdən alış-veriş eləyir. Yo, nə danışsa. Məsələ burasındadır ki, özü 40 ildir müəllimə işləyir. Yəni atanın da qazancı var, ananın da qazancı var. Bəzən mən deyirəm ki, mən sizə nəsə hədiyyə eləyim. O hədiyyəni belə götürmürlər. Qıymırlar adama. Və sonra deyirlər ki, amma sən mənə kimi olma. Hə, mən də 25 yaşa qədər, 27 yaşıma qədər mən tamamilə anamın eyni kopyası idi. Yəni baxsaz bizim işlətdiyimiz sözlər belə eynidir. Mən özümə heç nə qıymırdım. Mən özümə heç nə almırdım. Çünki nəyə görə? Anam özünə almayıb. Mən gedirdim özümə bahalı bir şey alanda, əgər o bahalı və mənim üçün bahalı artıq 100 manat çox bahalı idi. 100 manatı keçirdisə, məni elə bir günahkarlıq hissi basırdı ki. Mən elə bilirdim ki, uşağımdan kəsmişəm, ailəmdən kəsmişəm, özümdən kəsmişəm, pis bir şey eləmişəm, cinayət törətmişəm və mən gedirəm özümə 100 manat. Məsəl üçün 100 manat sadəcə bir rəqəmdir deyirəm. Olmasın 100 olsun, 50 olsun, 500, fərqi yoxdur. Mən getmişəm özümə standartdan daha çoxunu
əldə edib və özüm almışam, ondan istifadə edirəm. Və mən o aldığım o şeydən heç bir zövq ala bilmirdim. Yəni alırdım, hər onu geyinəndə mənim bütün bədənim sıxılırdı. Günahkarlıq hissi imkan vermirdi. Bəli, çünki şuuraltıda yatan bütün kodlar bizim bədənimizdədir. Bədən başlayır sıxılmağa, bədən başlayır narahat olmağa və sən artıq xatırlayırsan ki, mənə lazım idi bu. Mən gedərdim elə öz 10 manatlıq koftamı geyinərdim, daha rahat olardım. Sanki bizim xanımlar bax bu məsələdə bəzən biz deyirik, mən də ətrafımdakı insanlara deyirəm, ən çox da xanımlara özlərini dəyərsiz görəndə çox üzülürəm bu hala. Deyirəm ki, özünüzə dəyər verin, özünüzü sevin, özünüzü sevin. Bu sözü o qədər deyirəm ki, onlar mənə qəribə yana, özünüzü sevmək nə deməkdir ümumiyyətlə? Necə yəni özünü sev? Mən ailəliyəm, ailəm üçün çalışıram. Mənim övladlarım var, mənim ailəm var. Çox gözəl dediniz ki, mən də xatırlayıram ki, uşaq olanda biz 4 uşağıq, 2 bacı, 2 qardaş. Yəni böyük bir ailəmiz var idi. Yadımdadır ki, anamın əgər keyfi həmin gün yox idisə, anam narahat idisə heç vaxt da bildirməzdi də. Yəni böyük pərdə saxlayardı. Bizim ciddi mədəni münasibətlərimiz olub həmişə. Deməzdi məsələn ruh halını, keyfini, əhval soruşardı, nə olub, deyər ki, heç nədir, yəni danışmazdı. Amma bizim dördümüzə də o təsir eləyirdi. Əlbəttə. Onun gözəl əhval-ruhiyyəsi olanda hamı evdə xoşbəxt idi. Evdə gözəl enerji, gözəl aura var idi. O qadının keyfi olmayanda bizim də keyfimiz olmurdu. Səbəbsiz yerə. Heç nədən başa düşmürdük. Anam düzələndə onun əhvalı ilə elə bil ki, hər şey bağlı idi. Gözəl deyirsiniz ki, ana ilə övladlar arasında olan bağ bu qədər mühümdür və şəfaçılar, sizin kimi şəfaçılar, təlimçilər uşaqla işi olmur sanki. Anaya deyir ki, sən gəl, səndən işləyək. Baxın, 90-cı illərin uşaqları biz hamımız döyülərək, 80-90-cı il uşaqları hamımızı döyülərək böyümüşük, düzdürmü? Amma biz döyüləndə anam məni sevir deyə döydü, hiss eləmirdik. Çünki ananın o qədər şuuraltı kodları, mənfi kodları var idi ki, o qədər artıq sevgi nədir, rahatlıq nədir, xoşbəxtlik nədir, o qədər tanımırdı ki, o hissləri. Onu bizə belə deyim, depolamamışdı deyənə. Biz onsuz da ac uşaqlarıydıq. Yəni mən düşünürəm ki, 90-80-ci illərin uşaqları çox ac idi. Sevgiyə, qayğıya, mərhəmətə, diqqətə çox ac olan uşaqlar idik. Və biz bunun üstünə əlavə olaraq döyüləndə və belə deyim də anamız tərəfindən özdə pis döyülürdük biz. Yəni döyüləndə biz bunu daha da sevgisiz kimi, yəni məni gör nə qədər sevmir ki, o məni döyür. Yəni bu cür algılayırdıq. Və orada mən səhv eləyərəm, qoy səhv eləməyim və yaxud da mən yaxşı olmalıyam ki, birdən döyülərəm, qorxuya çevrilirdi. Artıq nə yaranır? Sevmək qorxmaq deməkdir. Sevmək bərabərdir qorxmaq. Sevmək bərabərdir qorxmaq. Və təəssüflər olsun ki, bir çox xanımlar bu kodu dəyişdirmədən gedib ailə qururdular ki, düşünürdülər ki, onları sevirlər, amma əslində sevgi deyil. Girirdilər narsistik münasibətə. Narsistik münasibət də nədir? Psixoloji məhv deməkdir. Ya psixoloji məhvdir, şiddətdir, travmadır və artıq şuuraltı sevgi hissini tanımır deyənə, orada qadın həmin o şiddəti şuurlu şəkildə deyil də şuuraltı səviyyəsində düşünür, sevgi kimi qəbul edir. Düşünün yəni. Yəni bunun üçün sevgi döyülməkdir. Şiddətdir və o necə başa düşə bilər ki, yəni sevilmək əslində xoş bir münasibətdir. Xanımların bir çoxunun sözlərində, elə bir cümlələrində belə bir söz var. Deyir ki, mənə yaxşı olanı sevə bilmirəm. Yaxşıdır, qayğıma qalır, diqqət göstərir, restorana aparır, nə bilim, kafe-şopa aparır, onu eləyir, bunu eləyir, amma mən sevmirəm, bezirəm mən ondan. Mən o birisini sevirəm. Şiddət göstərən hansı ki məni saymır, hansı ki məni adam yerinə qoymur, toksik münasibətlərdən zövq alır. Bir çox ailələr hal-hazırda toksik vəziyyətdədir. Nəyə görə? Çünki qadın sevginin nə olduğunu başa düşmür, görməyib. Qorxulusu da odur ki, bu münasibətləri norma kimi qəbul edir. Bu sanki belə də olmalıdır. Mən hər zaman demişəm, bizim cəmiyyətin ən böyük problemi bilirsiniz nədir? Yaşadığı mənfi hadisələri normaldır və yaxud da qeyri-normalmış kimi qiymət verə bilməməsi. Düzgün qiymət verir. Mən hal-hazırda nə yaşayıram? Məsəl üçün, mən düzmü yaşayıram?
Səhvmi yaşayıram? Bu çox önəmlidir. Mən 27 yaşıma qədər mən yaşayırdım. Çox yanlış bir həyat idi. Yəni travmatik, zəif xarakterli. Mən elə idim ki, üzr istəyirəm sözümə görə. Mənim üzümə tüpürsələr, o bir üzümü verərdim ki, gəl bu üzə də. Yəni utanıram, sən Allah bağışla, gəl bu üzə də tüpür. Biraz sərt çıxsa da, amma həqiqətən belə bir insan idim. İndi tamamilə maşallah qarşımızda. Tamam başqa Kəmalə xanımdır. İndi şəxsi sərhədləri olmayan, gedən gələn mənə bir məsləhət verə bilərdi. Gedən gələn mənə bir ağıl öyrədə bilərdi. Çünki mənim anam həmişə deyirdi ki, sən səhvsən. Səhv səndədir, başqası həmişə düzdür. Sən deməli nə isə düzgün eləməmisən və mən analiz eləyə bilmirdim. Mənim analiz qabiliyyətim yox idi. Mən başa düşmürdüm ki, bu insan hal-hazırda cəmaətin içində mənə axı xoşa gəlməyən bir söz deyir. Düzdürmü? Bu mənə toxunur. Və mən ona deyəndə ki, "A, bu mənə toxundu." O insan mənə deyir ki, "A, dəlisən sən, mən sənə zarafat elədim." Misal olaraq, bu sizin yoldaşınız da ola bilər. Yoldaşınız gedirsiniz harasa bir qonaq, bir çox xanımlarda bu rastlanan bir vəziyyətdir. Gedirsiniz qonaq, cəmaətin içində sənə elə bir söz deyir ki, sən baxırsan belə bilmirsən buna necə reaksiya verirsən. Hamısı gülür, amma sən ağlamaq istəyirsən. İnsanı paraliz tutur. Bilmirsən necə reaksiya verəsən. Və sən analiz eləyə bilmirsən. Bu zarafatmı elədim, mənmi zarafatı qəbul eləmirəm, başa düşmürəm. Yoxsa bu məni həqiqətən də pərt elədi. Mən buna o pərtə uyğun düzgün cavab verim. Bu çox önəmlidir. Bizi bəzən toplum içində də pərt eləyə bilərlər. Zarafatın adı ilə. Əgər sən düzgün analiz etmə qabiliyyətin yoxdursa, yəni burada uduzacaqsınız, bizi hər zaman əzəcəklər. Və bu analiz etmə qabiliyyəti də kimdən gəlir? Anadan və atadan, amma əsas rol anadan gəlir. Ana bizə əgər deyirsə, kəs səsini, sənin dediyin hər bir söz yanlışdır, sən bilmirsən, mən daha yaxşı bilirəmsə, analiz qabiliyyəti orada sıfırdır. Və mən Bakı Dövlət Universitetinə girmişəm. Mən hələ də Bakı Dövlət Riyaziyyat Fakültəsində nə işim var idi deyə, yəni mən artıq 35 yaşıma gəlib çatmışam, mən hələ də bu sualın cavabını tapa bilmirəm. Çünki ora məni sırf mama göndərdi. Yəni dedi ki, get sən riyaziyyatı bitirməlisən. Yəni mən oradan nə dost qazandım, nə təhsil normal qazandım, düzdür oxudum, amma yenə də nə işə düzəldim o sahəm üzrə, nə də həyat yoldaşımı orada tapmamışam. Yəni xanımlarda bir şey var da, yəni ya ailə qurursan, ya işə düzəldirsən, karyera qurursan, ya da bir rəfiqən olur da, düzdürmü sən ömrünün axırına qədər. Yəni məndə bunların heç biri olmadı. Və mən oturub indiyə qədər özümə sual verirəm. Mən orada bəli, anam göndərmişdi ki, get riyaziyyata, sənin çörəyin olacaq və mən o qədər zəif xarakterli bir qız olmuşam ki, o qədər mən nə istədiyimi çox bilmirdim. Yəni mən bir dəfə ağzımı açıb demədim ki, mən bu riyaziyyatdan nifrət eləyirəm. Mən bu riyaziyyatı istəmirəm və s. Və bu mənim digər həyatımda olan digər hadisələrin hamısını etkiləyirdi, təsir eləyirdi. Şəxsi həyatınıza təsir edir. Bəli. Sadəcə ailə quranda mən istədiyim bir insanın ailə qurdum. Çünki orada artıq dirəşdim. Müdaxilə edə bilmirəm. Bəli, dedim artıq mən bu insanla ailə quracağam. Mən başqa insan istəmirəm. Amma oğlumda olan məsəl üçün xəstəlik olsun, oğlumla olan ailə həyatında yaşadığım hər hansı bir situasiyalarda mən başa düşmürdüm. Mən burada nə etməliyəm? Mən başa düşmürdüm. Mən bu situasiyada ağlamalıyammı, gülməliyəmmi? Bəlkə bax bu mənim xoşuma gəlmir. Ruh hiss eləyir axı. Sən hal-hazırda nəsə narahat edici bir vəziyyət yaşayırsan. Amma məntiq deyir ki, sən bunu görmüsən, bunu bilirsən və belə eləməlisən. Bu sənin doğrundur. Baxın, bizim doğrularımız hər zaman doğru deyil. Bizim doğru bildiklərimiz, bəli, işləmişik doğru. Bəli, bizim əslində doğru bildiklərimiz ən yanlış bir şeylər ola bilər. Çünki doğru yalnız insan özünü kəşf eləyəndən sonra başa düşürsən ki, nə yanlışdır, nə doğrudur. İnsan özünü tanıyandan sonra, hisslərini tanıyandan sonra, situasiyanı analiz eləyəndən sonra başa düşürsən ki, hə, bax bu belə olmalı imiş. Mənə yanlış göndərilib bu. Özünü tanımaq çox önəmlidir. Özünü və hisslərini tanımaq çox önəmlidir. Siz danışırsınız, mən təsəvvür edə bilmirəm. Bəs elə bir qızcığazdan necə belə özgüvənli bir xanım əmələ gəldi və insanlara bu dəqiqə xanımlara dəstək olur, xanımlara özgüvəni, öz dəyəri, öz sevgini öyrədir. Bu çox vacibdir, amma sizin hekayədən fərqli olaraq bilmirəm. İndi mən soruşmaq istəyirəm ki, biz niyə anamızın sözünə qulaq asmayaq, yoxsa necə eləyək? Axı bu bizim ailəmizdir. Ailə valideyn nə deyirsə, bizim üçün onlardan yaxın bir kəs yoxdur ki, düşünürük ki, onlar bizim xeyrimizə deyir. Mən indi belə bu cür danışıram, çünki mən özüm də indi 2 evlad anasıyam. Təbii ki, evladlarıma dəstək olmağa çalışıram. Amma bəzi qərarlar var ki, mənə elə gəlir ki,
Hətta 17-18 yaşlı uşaq olsa belə o öz qərarını özü verməlidir. Məsələn, mənim hekayəmdə anam heç vaxt məndən razı olmayıb. Nə mənim İncəsənət Universitetinə daxil olmağımda, nə ailə həyatı quracağım şəxslə bağlı həmişə əks münasibət verib və mən çox fikir verməmişəm. Niyəsə atamdan çox dəstək görmüşəm. Atam məni dəstəkləyib bu mövzuda və rahat getmişəm, sözə baxmamışam. Biraz məni narahat eləyirdi ki, anam da mənə elə deyirdi ki, necə yəni İncəsənət Universiteti, aktyor fakültəsi, cəmaət nə deyər? Bizim nəsildə aktrisa yoxdur. Sən niyə bu qədər sənət qalıb, sən niyə bu sənəti seçdin? Həqiqətən istəmirdi. Amma atam mənə çox böyük dəstək oldu. Dedi ki, mən qızımı tanıyıram və qızımın arxasındayam. Mən atamın o bircə kəlməsi mənə çox böyük mənəvi dəstək verdi və mən seçdiyim yolla da fikrimi dəyişmədən də getdim. Amma hər dəfə belə olmur axı. İndi biz necə məsləhət verək, tövsiyə verək ki, valideyni, ailəni dinləməməliyik. Yəni öz qərarımızı üstün tutmalıyıq. Mənə ən çox yüklənən kod dəyərsizlik kodu idi və sən səhvsən. Sən hər bir halda səhvsən kodu idi. Bu kodla mən 5 ilə yaxın çaba göstərdim və dediyim hər bir sözü şübhə ilə yanaşırdım. Baxmayın mənim indi belə rahat-rahat danışmağıma. İndi mən qəribə gəlir. Mənim indi rahat danışmağım, yəni altında illərin öz üzərində işləməyi var. Şübhəci idim. Mən dediyim sözə şübhə eləyirdim. Mən çıxırdım karma haqqında danışırdımsa, mən ona şübhə eləyirdim. Mən deyirdim, düz danışıram. Yəqin mən səhv. Bildiyiniz halda belə. Bəli, və nə badə oradan biri çıxardı, deyərdi ki, bu nə gic-gic danışır və yaxud da bu nə lazımsız. Siz hardan bilirsiniz bu belədir? Mən dərhal bütün bədənim bloklanırdı və mən atırdım, səhifəni qoyurdum bir kənara, gedirdim yenə bir 10 dənə kitab oxuyurdum. Bir 6 dənə təlim, 7 dənə təlim eyni mövzuya aid alırdım ki, mənim bu şübhəm doğrulsun ki, mən həqiqətən də bilim ki, bəli, bu karma var, talih var, düşüncə var, şuuraltı var. Bəli, mən belə qalxdım. Yəni belə deyim, öz üzərimdə bütün o suallarımı tam yerində otuzdurana qədər. Çünki mən danışırdım və mən düşünürdüm ki, mən yanlış danışıram. Mənim hər zaman beynimdə belə düşüncə var idi ki, mən səhv demirəm, mən səhvəm. Mən düz deyirəm. Ola bilsin ki, o məndən daha çox bilir. Bunu öz-özünü sabotaj edirlər. Öz-özümə elədiyim hər bir şeyi ucuzlaşdırırdım, dəyərsizləşdirirdim və hətta bütün bunları açsam da, düzəltsəm də, mən hələ də heç bir videoma özümə baxmıram. Hər zaman özümə baxanda orada deyirəm, mən orada səs tonum başqadır, mən orada belə dedim, gərək belə deməzdim. O nə söz idi? Və mənə kimsə gəlib hələ də deyəndə ki, siz məsəl üçün də kimsə indi bəyənirsə deyəndə ki, sən yaxşı danışırsan kamerada, mən deyirəm, ürəyimdə deyirəm, yox, mən yaxşı danışmıram. Hələ də. Bəli, hələ də. Və indi hələ də mən bu videoma da baxmayacağam, çünki mən yenə də orada da deyəcəm ki, gərək burada belə deyərdim, orada belə deyərdim. Bu qalıb məndə. Bu qalıb, amma mən bunu dəyişmirəm. Çünki bu məni inkişafa aparır. Baxın, bir yerə qədər biz dəyişsək də, mən əgər bütün o kodlarımı, çünki ana mənim belə deyim, məndən yüksək ruhdur. Müəllimimiz də o mənim ustadımdır. Mən anama şəxsən ustad kimi baxıram. Əgər o mənə o sözü deyirsə, deməli mənim inkişafım burdandır. Mən əgər bütün anamdan gələn kodlarımı dəyişsəm, mən onda gərək oturam burada. Çox üzr istəyirəm sözümə görə. Ağzıma gələni danışam. Onu heç bir analiz eləməyəm. Heç bir təlim də almayam. Öz üzərimdə də çalışmayam. Necə var elə deyim. Situasiyanı yola verim. Bax bu şübhələnmək, dediyimə şübhələnmək, danışdığıma şübhələnmək, özümü tam bəyənməmək məni inkişafa aparır. Siz nəyə görə? Öz üzərində daha çox çalışmaq. Mənim ruhum bu dildən anlayır. Anlamasaydı bu cür ana mənə verilməzdi. Mənə elə bir ana verilərdi ki, get qızım, anca irəli, mən sənə inanıram. Amma mənə belə sözlər heç vaxt deyilməyib. Demək ki, mən indi bunu başa düşürəm. Artıq mən bunun fərqindəyəm ki, mən bununla inkişaf eləyirəm. Mən bununla gedib oxuyuram və dediyim hər bir sözündə belə deyim, necə deyirlər, arxasındayım ki, yəni bunu o qədər mən araşdırmışam ki, yəni kimsə gəlib mənə əksini desə, mən ona bəli deyərəm ki, yox. Bax, budur. Mən əsaslı şəkildə mən artıq bunun cavabını tapmışam. O sizə kömək edib böyüməkdə, inkişaf eləməkdə. O zaman biz minnətdar olmalıyıq. Əlbəttə ki, hər zaman. Həyatda uğur qazanmaq istəyirsinizsə, birinci valideynlərinizə görə, valideynlərinizə var olduqlarına görə minnətdar olacaqsınız. Sizi döyüb, söyüb, atıb uşaq evinə, maraqlanmayıb, kasıbçılıqda böyüdü, pul verməyib, dəxlisi yoxdur. O sənin dərsin idi. Sən onu olduğu kimi qəbul edəcəksən. Sən onu qəbul eləmədiyin
müddətcə nəsil kanalından, nəsildən gələn bütün enerjiləri bloklayırsan və sən olursan zəif və ətrafdan gələn bütün neqativə həssas olan bir insan. İnkişafa gedə bilmir belə insan. Yəni bir insan, düzdür, indi hər kəs bir istisnalar var. Deyəcəksiniz ki, filan kəs atasını, anasını saymır, amma uğur qazanıb, o başqa bir şeydir. O onun cəzası başqa cür olacaq və onu biz bilmirik necə olacaq. Biz Allahdan çox bilə bilmərik. Hər kəs öz həyatı ilə maraqlansın. Valideynlərimizi olduğu kimi qəbul eləmək və budur. Və buna görə də mən sonsuz Allaha minnətdaram. Çünki mən boşuna bu cür ata-anaya verilməmişəm. Mən bu göndərilməmişəm. Biz deyirik, belə bir deyim var ki, biz öz ata-anamızı seçirik. Yəni mən sizə sual verirəm. Sizin o seçimi yadınızdadır sizin? Əsla yadımda. Yadınızda deyil. Mənim də yadımda deyil. Demək ki, nə? Demək ki, sistem elə işləyir ki, mənim keçmiş həyatlarıma görə bu ruh hal-hazırda bu pillədədir və bu reinkarnasiyada, bu həyatda bu dərsləri keçməlidir. Buna uyğun bu kodlama sistemi olan nəsilə və ata-anaya göndərilir avtomatik olaraq. Deməli biz özümüz seçirik də, yəni biz təsir edirik. Bu bizim seçimimizdir. Keçmiş həyatlarımız indiki həyatımıza mütləq şəkildə təsir edir. Yəni biz bunu dana bilmərik. Nə qədər maraqlıdır. Kəmal xanım, dərin mövzudur. Mən təkrar qismət mövzusuna qayıtmaq istəyirəm. Qismət tali mövzusuna. Biz bəzən çox tələsirik. Deyirik ki, filan bir arzu, niyyət düşür ürəyimizə. İstəyirik ki, dərhal olsun. Niyə olmur axı? Mən bayaq siz dediniz ki, çox istəmək lazım, bəlkə çox çalışmaq lazım. Biz deyirik ki, əlimdən gələni elədim. Daha nə etməliyəm axı? Niyə bu qapı mənim üzümə açılmır? Niyə maddiyyat barədə fərq yoxdur? İstər evlilik barədə, şəxsi həyat olsun. Niyə alınmır ki, alınmır? Mən burada nə etməliyəm? Ona mane olan nədir? Belə bu suallar. Bu verdiyiniz sualları ki, bütün xanımlar özlərinə verirlər və o suallar hamısı mane olan suallar. Deməli, biz təslim etməyi öyrənməmişik hələ. Biz düzgün istəməyi də bilmirik. Baxın, bir şey istəyirsənsə, ona yapışıb qalmaq lazım deyil. Bir şey istəyirsənsə, sən deməlisən ki, çox gözəl, mən istəyirəm və mən buraxıram. Buraxdığın andan etibarən o orada başlayır artıq sənə necə ulaşacaq, necə deyirlər, necə yaxınlaşacaq kimi bir vəziyyətlər yaranacaq, situasiyalar yaranacaq, kimsə gəlib sizə nəsə deyəcək, söz olacaq və s. Buraxmadığın sürəcə ki, buraxmırsan, məsəl üçün nəsə istəyirsən, misal olaraq da, yəni tipik bir istək olsun, ev olsun, maşın olsun. Mən məsələn Porsche istəyirəm. Düzdürmü? Mən Porsche istəyirəmsə, mən istəyirəm və səhərsi gün nə edir çoxu? Porsche bugün olmadı. Getdi neqativ artıq. Ruhdan düşür o deyil. Səhərsi gün yenə bugün də olmadı Porsche. Yenə neqativ getdi. Artıq orada sistem dəyişir ki, sən başqa Porsche istəyirsən, ya Porsche-nin yoxluğuna daha çox odaqlanmısan. Sən nəyə odaqlanmısan? Porsche-nin olmamağına. Gəl sənə Porsche olmayacaq. Bu çox önəmlidir. Yəni hara fokuslanırıq? Hara fokuslanırıq və bizim istəklərimiz özümüzə aid olmalıdır. Mənə bir ara hər kəs deyirdi ki, sən nəcəb maşın sürmürsən, nəcəb maşın almırsan, necə Kəmalı maşın sürmür? Mən elə bil, yəni yeri gəlmişkən mənə də həmişədir. Nə əcəbsən? Nə əcəb səndən maşın sürmür və mən kiməsə deyəndə ki, mən maşın sürə bilmirəm. Öyle şuraltı yəqin kodlarım var, hə? Yəni kodlarım var. Yəni necə olur? Bir ara həvəsə düşdüm. Yəni getdim, hətta maşın belə aldım. Maşın aldım. Maşın mənə baxdı, mən maşına baxdım. Baxdıq bir-birimizə. Dedim, istəmirəm mən səni. Mən səni sürmək istəmirəm. Mən o rola oturmaq istəmirəm. Düzdür, anam təəccübləndi, atam təəccübləndi, yoldaşım təəccübləndi. Məni ətrafda tanıyan hər kəsə dəlisən sən. Necə? Sən maşın, mənim olsaydı mən sürərdim. Mən başa düşdürdüm ki, bu mənim istəyim deyil. Bu egosal olaraq mənim egomun kimlərinsə istəyi idi ki, mən onu həyata keçirdim. Amma mən bundan zövq almadım. Mən hər zaman deyirəm, mən maşın sürə bilmirəm. Bu ruhun istəyi deyil. Bu ruhun istəyi deyil. Mənə lazım deyil o Porsche-sı olsun, Galenwagen olsun, belə Ladası olsun. Fərq yoxdur nə maşın olursa olsun. Mənə o maraqlı deyil. Mən o rulda özümü komfort hiss eləmirəm. Mən o maşını sürə bilmirəm. Mən o probkada özümü itirirəm. Və bunu mən düzəltmək də istəmirəm. İstəsəm, mən onu düzəldərəm. Amma istəmirəm. Və mən artıq onu götürdüm, satdım və mənə belə çox rahatdır. Yəni əladır, super. Yəni baxın, amma çoxumuz nə edirik? Çoxumuz
Falan kəsdə var. Məndə də olsun. Məndə də olsun. Falan kəs falan yerdən geyindi. Mən də geyinim. A sən istəmirsən axı oradan Kimin geyinmək. qızından əskiyəm ki? Sən oradan geyinmək istəmirsən axı və yaxud da sən oradan geyinmə, başqa bir yerdən geyinmək. Başqası kimi olmağa çalışırıq. Niyə özümüz kimi olmaq istəmirik? Çünki cəmiyyətin qınamlığı var. Burada bizim cəmiyyət maşallah çox eqolu cəmiyyətdir, söz deyiləsidir. Yəni heç kimə söz deyiləsidir və nədənsə hər zaman kimsə kiminsə üzərindən özünü üstün görmək istəyir. Çox təəssüf ki, mənim maşınım var və mən buna görə səndən sanki üstünəm kimi bir mesajı göndərmək istəyir. Amma heç kimdən üstün deyil. Hər kəs eyni təbəqədədir və burada çox önəmlidir ki, sənin maşının da olsa, evin də olsa, milyardların da olsa, sən hər zaman başını aşağı salmalısan. Bu çox önəmlidir. Başını dik gəzməməlisən. Bir ağac bar verdikcə başını aşağı salır. Bəli. Biz nə vaxt ki belə dik gəzirik. Təkəbbür bizə bəzən irəli getməyə, inkişaf etməyə imkan vermir. Qoymur. Bəli. Məndə bir müddət bu ego oynadı və mən özümü çox ağıllı saydım. Bir müddət dediyim 3 il bundan qabaq idi. Bir anlıq mənə bütün biliklər gəldi. Mən dedim ki, mən hər şeyi bilirəm, məndən yoxdur. Mən belədir, elədir. Mən başladım anama ağıl öyrətməyə, atama ağıl öyrətməyə. Sən kimsən ya, anama ağıl öyrətsən? Yəni adama deyərlər. Mən belə, mama, mən sənin yerində olsaydım belə eləməzdim falan. Mama, sən burada güclü deyilsən. Özü də anamla, mənim işim anamla. Və yaxud da falan kəs yox, amma mən getdim, elədim. Kainat sistem məni elə çökdürdü. Elə çöküş yaşadım ki, üzr istəyirəm sözümə görə, qapazı elə vurdu başıma ki, sən kimsən? Yəni həqiqətən sən kimsən ki, ona buna məsləhət versən? Sən kimsən ki, qınayırsan? Deyirsən ki, mən olsam belə eləməzdim. Sənə o ixtiyarı kim verilib? Və məni situasiya elə bir vəziyyətə saldı ki, mən o bütün hamısına ki, ağıl öyrədirdim yekə-yekə. Onlardan betər günə düşdü və betər şeyləri də qəbul etdirdi mənə. Ondan sonra mən dedim ki, mən bir də qələt eləyərəm. Mən kiməm ki? Baxın, mən kiməm ki dedikdə özünüzü bir insan olaraq vurmayın yerə. Sadəcə o da insandır, bu da insandır, bu da insandır. Sən onun həyatını yaşamırsan, sən onun düşdüyü vəziyyəti, yəni tam bilmirsən o insan nə hisslər keçirir, hansı travmalar onda tətiklənib. Yəni biz özümüzü heç kimdən üstün saymamalıyıq. Heç kimdən kənardan fikir söyləmək asandır. Lazım deyil. Lazım deyil. Qınayırıq dərhal, bildi, bilmədi. İstənilən mövzuda başlayırıq obyekti insanı ortalığa qoyub qınamağa. O səhv eləmədi, səhv elədi. Gərək belə eləyərdi. Gərək belə danışmazdı, bu sözü deyərdi, belə geyinməzdi. Ən xırda detallara kimi gedə bilirik də və bu yaxşı xassət deyil. Ən çox eşitdiyim söz, mən olsam belə eləməzdim. Mən onun yerinə olsaydım. Bəli, və həyat gətirir səni ondan betər vəziyyətə salır və sən ondan betər olan situasiya, o bəsə ki daha hörmətli bu vəziyyətdən çıxmışdısa, sən daha hörmətsiz o vəziyyətdən çıxacaqsan. Bunu tez bir zamanda fərqində olmaq lazımdır. Tez bir zamanda. Çünki fərqində olmadın, o sistem səni yeyib bitirəcək ki, sənə göstərəcək ki, sən heç kimsən. Sən kimisə qınaya bilmərsən, kimisə həyatını qınaya bilmərsən. Kimsə hansısa bir qadın xəyanət qəbul eləyibsə, hansısa bir qadın əgər şiddəti qəbul eləyibsə, sən deyə bilmərsən ki, mən olsam qəbul eləyə bilmərəm. Mən olsam götürməzdim. O özünə hörmət eləmir deyə bilmərsən. Çünki sabah sistem səni ondan betər günə salacaq ki, sən onun bəlkə də etmədiklərini səni qəbul eləyəcəksən. Və həyat belə işdir. Bu o qədər qorxulu mövzudur ki, mən də bunu yaşamışam Kəmalə xanım. Heç kim bundan sığortalanmayıb mənə elə gəlir. Mən də vaxt elə ola bilər ki, bacıma, yaxındakı kimisə qınamışam filan. Belə eləmə, düz eləmirsən, sən özünə hörmət elə, özünə dəyər verirsən, niyə bunu qəbul edirsən? Çox demişəm və öyrəndikcə təlimlərdən, podkastlardan, sizin kimi gözəl insanları dinlədikcə, maarifləndikcə bu mövzu məni o qədər qorxutdu və el arasında belə bir söz həmişə deyirlər ki, bu nə qədər doğrudur. Deyir, qınadığın şeylə bağlı qınanmayınca bu dünyadan köçüb getməyəcəksən. Bəli, çox doğrudur. Razıyam o sözlə və özüm də bir neçə dəfə şahid olmuşam. Ona görə qalxdıqca başımızı salaq aşağı, xoşbəxt olduqca da susaq. Susaq. Lazım deyil. Ay mən xoşbəxtəm, ay mənim hər şeyim lazım deyil. Öz evinizi, pulunuzu, var dövlətinizi, qızıllarınızı heç kimə göstərməyin. Bəli, insanlar müqəddəsdir, insanlar möhtəşəmdir, amma onları idarə edən bəzi vəziyyətlər olar, situasiyalar ola bilər, nəfsi ola bilər, göz ola bilər. Bu çox önəmlidir. Əgər sizin auranız yetərincə
güclü deyilsə, bəli, o sizi məhv eləyə bilər. Ona görə susun. Ağac deyir, bar verdikcə aşağı salır. Lazım deyil. Mən xoşbəxtəm. Ona buna demək lazım deyil. Kimsə xoşbəxtliyə həsrət ola bilər. Kimsə sən əgər yoldaşın tərəfindən sevilirsənsə, onun yoldaşı ona şiddət göstərə bilər. Sən ona onu o cür qəbul eləyə bilər ki, sən ona acıq verirsən. Bu da qul haqqına girməkdir. Başqa cür qəbul olmaz. Yox. Necə deyirlər, xoşbəxtlik, mal, dövlət, sərvət, səssizlik. Sakit dayanaq yəni. Bəs kimsə müraciət edib soruşa bilər də bir dost kimi, rəfiqə kimidir ki, sən oxumusan, bilirsən, bu insanlarla bərabərsən. Mən bu mövzuda necə edeyim? Heç məsləhət də verməyək Kəmal xanım. Mən şəxsən heç kimə məsləhət vermirəm. Yəni nə qədər məsləhət versəm də, mən onun yaşadığın həyatı, hissləri tam bilmirəm. Baxın, mən terapiya eləmirəm. Bunu dəfələrcə demişəm ki, mən terapiya adamı deyiləm. Əvvəl bizdə kurslar var idi. Kurslardan yaxşı nəticələr alırdıq. Daha sonra bizdə kodlamalar oldu və o kodlamalar çox münasib qiymətli, çox 10 manatdır cəmi. O kodlamalar artıq minlərlə insanın həyatını çox dəyişib. Və o cavab o insanın özünə gəlir. O mənə gəlmir. Hal-hazırda bu situasiyada o hansı çıxış yolu tapmalıdırsa, o onun özünə gəlməlidir. Mənə o düşməyib ona bir çıxış yolu göstərim. Çünki mən orada onun həyatına, karmasına qarışırmışam kimi olur. Bax bizdə kodlamalar var ki, yəni suallar, sırf səni maraqlandıran sualın çıxış yolunu tapması üçün kodlamalar var ki, bax onu insan dinləyəndə düşdüyü vəziyyətlə əlaqəli bir çıxış yolu yaranmağa başlayır. Bu çox önəmlidir. Yenə də deyirəm, cavab onun özünə gəlməlidir. Biz məsləhət verə bilmərik, yox, olmaz. Möcüzəvi şəkildə təsir eləyir Kəmal xanım. Mən özüm də şəxsən bunu təcrübədən keçirmişəm və bizi izləyənlərə deyirsiniz, məsləhət vermək olmaz, amma mən bunu tövsiyə eləmək istəyirəm. Mütləq müraciət eləyin və ən yaxşısı odur ki, çox əlçatan, yəni simvolik bir qiymətdir. 10 manatdır, düzdür Kəmal xanım? Mütləq müraciət edin, şəfalanın, maariflənin və bu barədə insanlara məlumat verin ki, bizim öz şəhərimizdə əlçatan bir qiymətə bu mümkündür. Öz üzərimizdə işləməyə başlayanda, həqiqətən də özümüzü dəyişəndə, öz inkişaf yoluna başlayanda görürsən ki, reallıq dəyişir. Birdən-birə möcüzə baş vermir, bunu gözləməyək. Amma insanların münasibətində sən onu görürsən. Fərqli bir şeylər yaşayırsan. Sanki frekans qalxır, enerjin dəyişir, özün bunu daxilən hiss edirsən. Sanki dünən səndən acıqlı olan bir insan, əgər sən gözəl auradasansa və normal düşüncə tərzindəsə, onun münasibəti sənə qarşı dəyişir. Çox qəribədir. Bizə sual gəlir ki, bəs mənim yoldaşımla problemlərim çoxdur və yəni narsistik münasibətlər var, şiddət münasibətlər var, eləsi var, yəni maaşını vermir, pul vermir, yəni doludur, problem en qədərdir. Mən bilmirəm necə. Çox güman ki, mənim missiyam oradan aktivləşib. Amma o kodlamaları dinləyən xanımların 90%, demirəm 100%, çünki 100% heç nə yoxdur. Amma 90%, 95% artıq ailə münasibətlərində çox möhtəşəm dəyişikliklər görməyə başladı. Ailə münasibətləri çox möhtəşəm bir şəkildə, möcüzəvi bir şəkildə dəyişir və həmin o travmalı münasibətlər dəyişməyə başlayır. Uşaqların elə bil psixologiyasında dəyişikliklər var, çünki bizdə uşaqlara aid də kodlamalar var. Problemli uşaq olsun, sözə baxmayan uşaqlar olsun, fərqi yoxdur. Onların hamısına uyğun kodlamalarımız var və çox möhtəşəm bir şəkildə təsir eləyir. Ona görə hətta mən bütün bahalı proqramlarımı belə saxlamışam. Yəni bizdə var idi 1000 manata, bizdə var idi 800 manata, 500 manata olan bütün proqramları hamısını saxlamışam. Çünki kodlamanın mənə verdiyi o nəticələr, bəlkə də o proqramlar hələ mənə verməmiş. Adamın özünə də xoş gəlir. Bəli, bilirsən ki, faydan dəyir, insanlara kömək edirsən. Bu çox böyük mənəvi dəstəkdir ilk olaraq. Və insanlar bunu hiss edir, mütləq ki, sizə yazırlar, qeyd edirlər. Bəli, əlbəttə. Şəxsən mən öz təcrübəmdən danışıram. Mənə çox böyük kömək eləmişdi və məsləhət deyirsiniz, mən çox məsləhət gördüm bir çox rəfiqələrimə və onlar da müraciət elədilər, mənə sağ ol dedilər ki, mən tanımırdım, bilmirdim ki, ümumiyyətlə belə bir şey var. Bu nə deməkdir? Mən ümumiyyətlə bilmirdim ki, belə bir şey var. Müraciət edəndən sonra özlərində dəyişiklik hiss edirlər. Mən çox təşəkkürümü bildirirəm o zaman bu mövzuda Kəmal xanım. Həqiqətən sənin qəlbdən qəbul edin minnətdarlığımı. Bu kiçik addımlar hesab eləyə bilərik, amma hər şey, yəni
şəhərlər deyirlər Moskva birdən qurulmayıb ki, hər şey kiçik addımlarla başlayır da. Biz özümüzü dəyişmək yolunda, öz inkişafa qərar vermişiksə, hardansa başlamalıyıq və başlanğıc üçün məhz elə kodlamalar kiçik, qısadır onların dəqiqəsi. Neçə dəqiqədir? Maksimum 12 dəqiqə. 12 dəqiqə. Ən çox 12 dəqiqə. Və 21 gün qulaq asmaq 21 gün, lazımdır ki, bəli, o şuur altına bəli, təsir eləsin. bəli. Bəzi insanlar deyir ki, mənim buna vaxtım yoxdur, işim, gücüm tökülüb qalıb, mən oturub. Yəni özümüzə 12 dəqiqəni belə biz çox görürük və bunu eləmirik. Amma hər şey elə sadə ilə 12 dəqiqədən başlaya bilər. Başlanğıc üçün çox gözəl bir addımdır Kəmal xanım. Yəni insanlar artıq dəyişməyə nədənsə başlamalıdırlar və o nədənsə bilirəm ki, bir çox xanımlar istəyir, amma hər hansı bir özünə məxsus səbəblərə görə müraciət edə bilmirlər və yaxud da maddiyyat imkan vermir. İndi hal-hazırda terapiyalarda, yəni ucuz qiymətə deyil. Çünki bəli, enerji tələb eləyir. Ona görə onları da başa düşmək olur. Amma mən yadımdadır ki, noyabrın 23-ü sorğu göndərdim sistemə ki, bəs mən insanlara yardım eləmək istəyirəm. Həm missiyamı tamamlamaq istəyirəm, həm də ki, insanlar fayda görsünlər, amma çox baha bir şey olmasın. Çox münasib bir şey olsun ki, alanda itirdiklərini hiss eləməsinlər. Yəni itirdim, pulum əksildi deyə bir düşüncəsi olmasın. Və ona görə kodlama gəldi beynimə. Çox möhtəşəm bir nəticələr də görürük, şükürlər olsun. Yəni şəfalanmalar çox yüksək səviyyədədir və hər kəsə tövsiyə edirəm ki, tez bir zamanda bu kodlamaların hər birini əldə eləsinlər. Mütləq. Beləm, çox sağ olun ki, gəldiniz, bizə ətraflı məlumat verdiniz bu mövzuda da. Həmişə sizlə söhbətimiz baxıram saat vaxt bitib tükənib, amma söhbət bitmir, tükənmir. İki xanım olaraq otururuq, dərdləşirik, söhbət edirik. Sanki çox maraqlı söhbətinizə görə çox təşəkkür edirəm Kəmalə xanım. Yeni verilişlərdə, yeni podkastlarda, yeni mövzularla görüşmək ümidi ilə sevgili işıqla qalın. Çox sağ olun. Mən təşəkkür edirəm ki, dəvət eləmisiniz. Çox minnətdaram. Çox xoş oldu mənə. Sağ olun. Sağ olun. Sağ olun.